Deməli belə uşaqlar, Namazovdan bəzi suallara baxacağıq inşallah. Gəlin bir öncə uyğun tərəfləri perpendikulyar və paralel olan bucaqlar haqqında danışım mən sizə. Öncəliklə uyğun tərəfləri paralel və perpendikulyar olan bucaq haqqında belə danışmaq istəyirəm ki, sizə uşaqlar. Uyğun tərəfləri perpendikulyar bucaqlar ya bir-birinə bərabər, ya da cəmi 180 dərəcə olur. Bəs nə zaman cəmi 180 dərəcə olur, nə zaman isə paralel olur? Gəlin onlar haqqında öyrənək uşaqlar. Deməli, bilirsiniz ki, baxın, eyni adlı olarsa, yəni baxın, hər ikisi it olarsa, bəs nədir bu uyğun tərəflər paraleli? Baxın, bu tərəfi görürsünüz uşaqlar, D düz xəttini görürsünüz. D düz xətti digər bucağın, misal üçün, K düz xəttinə paraleldir, misal üçün. D, K-ya paraleldir və digər düz xətt isə, baxın, bu. Misal üçün, M düz xətti, yəni birinci bucağın, alfa 1 bucağının M tərəfi ilə alfa 2 bucağının, tutalım ki, M tərəfi də bir-birinə paraleldir. Bunu da neyinirsiniz? Görmüş oluruq. Və deyirik ki, uyğun tərəfləri paralel olan bucaqlar bunlardır. Eyni adlı olarsa, yəni hər ikisi iti bucaq olarsa, bu zaman deyirik ki, bunlar bir-birinə bərabərdir. Və yaxud hər ikisi kör bucaq olarsa, onlar yenə bir-birinə bərabərdir. Bunlara biz deyirik uşaqlar eyni adlı. Bəs nədir müxtəlif adlı? Müxtəlif adlı isə uşaqlar, biri iti, biri kör bucaq olarsa, bu arada eyni adlı bu uyğun tərəflər paraleldir uşaqlar. Uyğun tərəflər perpendikulyar olan bucaqlar da bu şəkildə verə bilərlər. Baxın, bir dənə iti bucaq belə verə bilər sizə. Digər iti bucağı da bu şəkildə göstərə bilər sizə. Misal üçün, baxın, perpendikulyar, uyğun tərəfləri perpendikulyar. Misal üçün, bu hissəsi ilə, bu uyğun, baxın, bu tərəfi ilə, bu tərəf perpendikulyardır. Digər tərəfi ilə isə, məsələn, alfa 1 bucağının digər tərəfi ilə isə alfa 2 bucağının digər bir tərəfi, belə deyək, bir-birinə perpendikulyardır. Burada deyirlər ki, uyğun tərəfləri perpendikulyar bucaqlar. Yəni, uyğun tərəfləri perpendikulyar bucaqlarda əgər, belə deyək, eyni adlıdırsa, bu zaman deyirik ki, alfa 1 ilə alfa 2 bucaqları bir-birinə bərabər olacaq. Və əlavə olaraq müxtəlif adlı bucaqlar var. Müxtəlif adlı bucaqlar bunlardır. Uşaqlar diqqətlə qulaq asırsınız. Deməli, biri iti, biri kör bucaq olarsa, misal üçün, baxın, bir iti bucaq, bir dənə də mən sizə göstərirəm, tutalım ki, kör bucaq. Belə bir bucaq göstərirəm uşaqlar. Deməli, bu kör bucaqdır. Bu isə iti bucaqdır. Bura bir alfa bucağı deyirəm, bura bir beta bucağı deyirəm. Deyirəm ki, bu bucaqların uyğun tərəfləri paraleldir. Baxın, bu bucağına baxın. Alfa bucağının bir tərəfi ilə beta bucağının bir tərəfi bir-birinə bərabərdir. Alfa bucağının alt tərəfi ilə də beta tərəfinin digər tərəfi bir-birinə paraleldir. Biri iti və biri kör bucaq olduğu üçün təəssüf ki, bunlar bərabər olmayacaq. Bunların cəmi 180 dərəcə olacaq. Yəni, müxtəlif adlı gördünüz uşaqlar. Bilin ki, bunların cəmi nədir? 180 dərəcədir. Bunu bu şəkildə göstərə bilərlər. Baxın, bu şəkildə də göstərə bilərlər. Bir dənə kör bucaq çəkərlər və ona perpendikulyar bir dənə iti bucaq çəkərlər. Bu da uyğun tərəfləri perpendikulyar olan bucaqlardır uşaqlar. Yenə bir iti, bir kör bucaq görürük uşaqlar. Bir iti, bir kör bucağın da cəmi həmişə uşaqlar nədir? 180 dərəcə olacaq. Buna aid bir-iki suallar işləyə bilərik sizlə birlikdə qulaq asaq. Uyğun tərəfləri paralel olan iki bucağın cəmi 180 dərəcəyə bərabərdir. Bu bucaqlardan birinin kör, digərinin iti bucaq olduğunu hökm etmək olarmı? Bəli. Nə zaman 180 dərəcəyə bərabər olur? Biri iti, biri kör bucaq olanda deyirik uşaqlar. Bu doğru hökmdür. Bəs deyə bilərikmi bunlar bərabərdir? Xeyr. Yəni, bunlar bərabər olması üçün gərək hər ikisi ya iti olsun, ya da kör bucaq olsun uşaqlar. Uyğun tərəfləri paralel olan iki bucağın dərəcə ölçülərinin cəmi ən çox neçə dərəcə ola bilər? Uşaqlar, bilirsiniz ki, uyğun tərəfləri paralel olan bucaqlar, dedik, hər ikisi də nə ola bilər? Kör də ola bilər, hər ikisi iti də ola bilər, biri iti, biri kör ola bilər. Gəlin yoxlayaq. Hər ikisi it olarsa, deməli, mən buna bir maksimum neçə dərəcə verə bilərəm? 89 dərəcə. Buna 89 dərəcə verərəm. Bu ikisinin cəmi uşaqlar. 9 verirəm. Xəttim pis görsənir uşaqlar. 89 dərəcə isə gəlsin 89 dərəcə. 178 dərəcə eləyəcək. Bu birinci hökmdür uşaqlar. Biri, hər ikisi gəlin
kör bir belə deyək, uyğun bucaqlar verir uşaqlar. Birisi maksimum kör bucaq 179 dərəcədir, digəri də 179 dərəcə olacaq. Gəlin 179 ilə 179 da toplayaq uşaqlar. 8 yazıram bir yada, 14, 5 yazıram bir yada, 2, 358 və biri iti, biri kör bucaq deyə bilər uşaqlar. Onları da maksimum olaraq götürürük ki, görək bizdə ən böyük bucaq hansında alınır. Buna tutalım ki, 89 dərəcə götürürəm. Buna da yenə olduğu kimi 179 dərəcə götürürəm. Ən böyük kör bucaqla ən kiçik kör bucağı 89 ilə də 179-un cəmi yenə 8 yazıram bir yada, 25, 26, yəni 268 edir uşaqlar. Yenə bunlardan ən böyük hansı olur? 358 dərəcə olur. Aydın oldumu? Yəni bunu da bu şəkildə qeyd etmək olar. Yəni misalı da təzədən qulaq asmaq istəyirsinizsə uşaqlar, arxaya çevirərək baxa bilərsiniz. Yəni uyğun tərəflər bucaqlar ya bir-birinə bərabər olur, yəni həm iti ya da həm hər biri kör olur, ya da bir iti, biri kör olur uşaqlar. Üçüncü bucağa baxırıq uşaqlar. Deyir ki, üçüncü misala baxırıq uşaqlar. Uyğun tərəfləri perpendikulyar olan bucaqları bir-birinə bərabərdir. Onların cəmi 80 dərəcə ola bilərmi? Xeyr. Hansı bir-birinə bərabər olarsa, cəmi 180 dərəcədirsə, bunlar yəqin ki, milyon faiz bunlar nədir uşaqlar? X də 90 dərəcədir, düzdür? Gəlin, baxaq, görək ola bilərmi uşaqlar? Baxın, uyğun tərəfləri perpendikulyar və baxın, burada 90 dərəcədir. Burada 90 dərəcədir. Olur uşaqlar, baxın, olar. Uyğun tərəflər perpendikulyardır. Misal üçün, baxın, bura perpendikulyardır. Burada bura perpendikulyardır. Və bir-birinə bərabərdirsə, hər ikisi 90 dərəcədir. Baxın, bərabər ola bilər. Bəli. Daha sonra uşaqlar deyirik ki, ABC və MNK bucaqları verilmişdir. Yəqin ki, bu şəkildən bəhs olunur uşaqlar. AB NK-ya paraleldir. AB NK-ya paraleldir. Görürük ki, BC də MN-ə paraleldir uşaqlar. Deməli, bu nədir? Uyğun tərəfləri paralel olan bucaqlardır. Baxırıq ki, gözlə görünür ki, biri iti bucaqdır uşaqlar, biri isə kör bucaqdır. Xəfif sağa doğru əyilir uşaqlar. Bu görünür onsuz da. O saat deyirik ki, biri itik, biri kör bucaq olduğuna görə, müxtəlif halda olduğuna görə bunların cəmi 180 dərəcə olacaq. Və qeyd edirik ki, 2x üstəgənsin 13, toplansın 5x toplansın 20, bərabərdir uşaqlar 180 dərəcəyə. 7x toplansın 33, bərabərdir uşaqlar 180 dərəcəyə. 7x bərabərdir 180 dərəcədən 33-ü çıxıram. Bu da 7x bərabərdir 147 dərəcə. X-də tapırıq ki, uşaqlar 21 dərəcə edir. Və daha gətirib yerinə qoyuruq. 21-i vururuq 2-yə. 42 üstəgənsin 13. Hökmən uşaqlar x tapısı gətirin yerinə qoyun. 55 dərəcə. Gətirib burada 5-i vurursunuz x-in yerinə 21. Üzərinə gəlsiniz 20 uşaqlar. O derəcə 105, 135 dərəcə. Mütləq şəkildə gətirin yerinə qoyun. Belə x istəyir, amma gətirib yerinə qoysaz daha qənaət bəxş edir uşaqlar. Belə. Davam eləyə bilərik uşaqlar. Yenə deyirəm, başa düşmədinizsə, yəni yavaş sonda demişəm, onsa arxaya eləyib bir də qulaq asa bilərsiniz uşaqlar misala. Aydın olar məncə. Daha sonra uşaqlar, uyğun tərəfləri perpendikulyar olan ABC və MNK bucaqları verilib. Yəqin ki, bu şəkli 46-dan gedir söhbət uşaqlar. ABC 132 dərəcədir. ABC, bax buranı deyirik ki, misal üçün 132 dərəcədirsə, avtomatik olaraq MNK bucağı dediyimiz kimi digər, biri 132-dirsə uşaqlar, digəri, baxın ha, MNK da 132 dərəcə ola bilər. Həm 132 dərəcə ola bilər, həm də belə deyək, 48 dərəcə ola bilər. Nəyə görə? Çünki sənə deməyib, eyni adlıdır ya da müxtəlif adlıdır. Ona görə sən deyirsən ki, əgər eyni adlı olsa, yəni hər ikisi kör bucaq olsa, onda MNK da 132 dərəcədir. Əgər müxtəlif adlı olsa, deyirsən ki, MNK 130, belə deyək, ABC 132 dərəcədirsə, onda MNK 48 dərəcə olacaq. Çünki müxtəlif bucaqların cəmi 180 dərəcə edir. Davam edirəm. Birincidə deyir ki, bucaq ABC-nin diqqətlə qulaq asırsınız, nisbəti bucaq MNK-ya, o da bərabərdir 4-ün 5-ə nisbətlə uşaqlar. Əgər ABC bucağının, baxın bu ABC bucağıdır uşaqlar, şəkildə görünüb. ABC bucağıdır bu. Bu da
NK bucağıdır. Deyir, ABC bucağı 4K-dır uşaqlar. Bu 5K-dır. Bunu qoydum bir qırağa. Gəlin məntiqlə düşünək. Bunun eyni adlı olma ehtimalı varmı? Sual. Eyni olma ehtimalı ola bilərmi? Ola bilməz uşaqlar. Eyni adlı olsa ya 4K 4K olardı. Ya da 5K 5K ola bilərdir. Birinin 4K, birini 5K verdiyinə görə bu avtomatik olaraq müxtəlif adlı olur və sən 4K ilə 5K-nı toplayırsan 180 dərəcəyə bərabər edirsən. Çünki müxtəlif adlı sayılır artıq bu. 9K bərabərdir 180 uşaqlar. K da bərabərdir nəyə? 20 dərəcəyə. Və gətirib 4-ü vurursan 20-yə 80 dərəcə. Deməli, ABC 80 dərəcədir. 5-i vurursan 20-yə edəcək 100 dərəcə. Deməli, MNK da 100 dərəcə sayılacaq. Məncə, asan sual idi. Bunu da aydın başa düşdünüz deyə düşünürəm. Daha sonra misalın 3-cü şərti artıq sizlikdir, 4-cü şərtdə artıq sizlikdir uşaqlar. Məncə bu 4-cü misalı, yəni görmək olar ki, 3x çıxı 12 ilə MNK 4x üstəgəlsin 52-dir. Acı bir dənə yerinə 5 qoysaq, baxırsınız ki, bərabər cavablar alınmır. Avtomatik olaraq bunlar nədir uşaqlar? Cəmi 180 dərəcə olan bucaqlardır və gətirib nə edəcəksiniz? Cəmini 180 dərəcəyə bərabər eləyəcəksiniz. 6-cı suala baxmaq istəyirəm. Uzun tərəflər paralel olan bucaqlardan biri digərindən 36 dərəcə böyükdür. Yenə deyirik ki, əgər biri digərindən böyükdürsə, bunlar heç vaxt bərabər ola bilməz, eyni adlı ola bilməz. Qeyd edirəm ki, birini x dərəcə desəm, digəri birindən 36 dərəcə böyükdür. Onda x toplansın 36 dərəcə olar. Bu iki bucağın cəmi 180 dərəcə olacaq. Çünki müxtəlif adlı adı verdik. X ilə x-in cəmi 2x üstəgəlsin 36 bərabərdir 180 dərəcə uşaqlar. 2x bərabərdir. 180-dən çıxıram 36-nı. 2x bərabərdir 144 dərəcə. X də bərabərdir 72 dərəcə. Deməli, uyğun tərəflər paralel olan bucaqlardan biri 72 dərəcədirsə uşaqlar, biri 72 dərəcədirsə, digəri 72 üstəgəlsin 36 dərəcə olacaq. Bu da 108 dərəcədir uşaqlar. Məncə sadə sual idi bu da. Doğrudur. Yəni, çox diqqətlə qulaq asasınız. Yazın ki, tam anlaşılır olsun sizə də deyirəm. Davam etmək istəyirəm uşaqlar. Sonra 7-ci suala baxıram. 7-ci sualın şərti belədir. Deyir ki, uyğun tərəflər paralel olan iki bucağın cəmi 165 dərəcədir. Tamam. Əgər uyğun tərəflər paralel olan iki bucağın, birini alfa qeyd edirəm. Bir dəqiqə.